Salam, hər vaxtınız xeyirli olsun, hörmətli müəllimlər. Bugün 17 iyun tarixində sertifikasiya imtahanının ilk mərhələsi keçirildi və dünən təqdim etdiyimiz hansı ki mövzular vardı, birə-bir eyni mövzular müəllimlər istifadə olunub. Həmən videoya yenidən baxmağa mütləq şəkildə cəhd edin, çünki həmən mövzular, həmən məqamlara birə-bir toxunulacaq yenə də. Demək, bugün isə bəzi mövzular və yaxud da ki, sual şərtləri var ki, biz onlardan danışacağıq. Sual tam olaraq müəllimlərin dediyi sualı niyə artıq təqdim etmirik? Çünki onlar şifahi formada çıxarılır imtahandan və olduğu kimi yadda qalmır və bu da müəyyən mənada müəllimlərin fikrini çaşdıra bilər. Ona görə də diqqətlə qulaq asın. Yenə də faydalı olacaq, hansı ki imtahanda istifadə olunub, şərt kimi istifadə olunub, həmən suallardan biz danışacağıq. İnteqrasiya sualı müəllimlər hər birinizə düşəcək və yenə deyirəm, hər bir fən müəllimi öz fənninə yaxın fənni bilir, açıq aydın, çox rahat olacaq. Açıq aydın görəcəksiniz ki, fənlər arası varsa, rahatca tapacaqsınız. Fən daxildə isə fərqli mövzulardan istifadə edirsə müəllim tapşırığı verərkən, burada deməli eyni fənnə aid fərqli mövzulardan söhbət gedir. Fən daxili olacaq və həmişə qeyd edirəm ki, müəllimlər mütləq şəkildə real əşyalarla, real insanlarla, real belə deyək məqamlarla fənüstü inteqrasiyada praktik fəaliyyət, praktik tətbiq olmalıdır. Reallıq olmalıdır. Yəni həyata köçürülmə belə olmalıdır. Sonra taksonomiya ilə bağlı 6 mərhələni əzbər bilirik müəllimlər. Verilmiş tapşırığı şagirdin yerinə özümüz cavab veririk ki, görək hansı mərhələdəyik. Son vaxtlar müəllimlər qarışdırırlar yaratmaqla tətbiqi. Demək müəllimlər, açıq aydın görürsünüz ki, yeni bir şey ortaya qoyulub. Yeni bir maket var, yeni bir layihə var, yeni bir slayd var və s. bu hallar var, deməli yaratmaqdır. Yox, sadə bir tapşırıqdırsa, məsələn, şagirdin qız qalası şəklinə baxıb onun maketini yaratmaq mərhələsi deyil. Çünki bu qız qalasının olduğu kimi maketini qurub. Nə olsun burada qurmaq var? Yəni yaratmaq deyil. Olan bir şeyin sadəcə maketini qurub. Özündən yeni bir qala kəşf eləsəydi və yaxud da yaratsaydı, bu yaratmaq ola bilərdi. Sonra belə bir məqam var. Şagird sizə səhv etdiyinizi deyir, doğru münasibət necə olmalıdır? Müəllimlər, bu və bu tip suallarda şagirdi danlamırsınız. Ona hər hansı bir sərt davranış yoxdur. Ən yumuşaq, ən belə deyək düzgün cümlələr, şagirdə səhvimin harda olduğunu deməyini istəmək, şagirdlə fərdi danışmaq və s. kimi məqamlardan istifadə edirsiniz ancaq. Yəni burada siz şagirddən soruşursunuz ki, mənim səhvim nədədir və həmən səhvi şagird sizə izah edirsə, təbii ki, onu düzəltməyə çalışırsınız. Yəni burada qarşılıqlı münasibətdən söhbət gedir. Bu demək deyil də şagird sizə yol göstərir. Amma bir mənalı olaraq yenə də şagirdin xeyrinə cavabları seçirsiniz ki, burada müəllim şagirdi dinləyir, onun fikirlərinə önəm verdiyini deyir və bu məsələni birlikdə həll edirlər. Yəni ən yumuşaq, ən müasir, ən belə deyək, gözəl, həssas cümlələrə diqqətlənirsiniz. Sonra dərsdə bir qrup şagird fəaldır. Digərlərini danışdırmasan danışmır. Burada müəllimin yanaşması necə olmalıdır? Müəllimlər, bu kimi hallarda şagird danışmır, suallara cavab vermir, iştirak eləmir, qısa cavablar verir. Bunun bir cavabı var. Şagirdlər dərsə yaxşı cəlb olunmayıb və yaxud onların maraq tələbatları nəzərə almayıb. Müəllim dərsi əvvəlində şagirdləri maraqlandıran fəaliyyətlərdən istifadə etməyib. Müəllim problemli situasiyanı elə qoymalı idi ki, şagirdlər ona cavab vermək istəsinlər. Bax, belə olmalıdır. Yəni, əgər bir şagird dərsə cavab vermirsə, fikri dərsdə deyilsə, fikri dərsdən yayınırsa, cavabları qısa verirsə, demək ki, maraq tələbat, dərsə cəlb olunma, ilkin fəaliyyətlər, müəllimin təqdim etdiyi məqamlar düzgün deyil, effektiv deyil. Bu kimi cavablara yönəlirsiniz. Digər məqam tənqid təfəkkürün inkişafı ilə bağlı məqamdır. Burada fəaliyyətləri soruşur, doğru ya yanlış, belə deyək, məqamları istəyib müəllimlər. Deməli, müəllimlər, debat və digər müzakirə üsulları tənqid təfəkkürü inkişaf etdirir. Debat və digər müzakirə üsulları. Sonra, problem əsaslı tapşırıqlar qeyd götürə bilərsiniz, sonradan bir də belə deyək, təkrarlamaq üçün. Problem əsaslı tapşırıqlar, real həyatdan götürülmüş problem həlləri tənqid təfəkkürü inkişaf etdirir. Verilmiş açıq suallar üzərində iş. Bilirsiniz də, açıq suallar limitsiz cavabı olan suallardır. Hansı ki, səncə bu niyə belə oldu? Sənin düşüncəncə bunu nə edə bilərik? Bu kimi suallar tənqid təfəkkürü inkişaf etdirir. Mənbələrin etibarlılığını qiymətləndirmək, argumentlərin təhlili, fərqli baxış bucaqlarını araşdırmaq, kiminsə mövqeyini
belə deyək, araşdırmağı tapşırmaq, qərar vermə tapşırıqları, yəni şagirdin qərar verməsini istəmək, səhvlərin, qərəzlərin, yaxşının, pisin aşkarlanmasını istəmək, hər hansı bir hadisələrin təhlili, refleksiya prosesi özü də müəllimlər tənqid təfəkkürü inkişaf etdirən fəaliyyətlərdəndir. Yəni ünsiyyət zamanı bunlar baş verir. Ən çox debat müzakirələri, problem həlli yolları və bir də refleksiyaya diqqət edirik. Sonra diaqnostik qiymətləndirmə və yaxud da ki, ümumi qiymətləndirmə ilə bağlı məqamlara toxunulur müəllimlər. Yadda saxlayırsınız ki, formativ qiymətləndirmə, indi formativdən danışım. Formativ qiymətləndirmə şagird fəaliyyətinin izlənməsi, təhlili, onun fəaliyyətinin monitorinqi, yoxlanması, şagirdi gələcəyə aparmaq, onun inkişaf perspektivlərini müəyyənləşdirmək, inkişafını izləmək, daha çox izləmək, təhlil, bax bu formativ qiymətləndirməyə aiddir. Diaqnostik qiymətləndirmə ilkin qiymətləndirmədir. Məsələn, burada yazıb ki, diaqnostik qiymətləndirməyə aid olmayan fikri. Gördünüz ki, müəllim şagird fəaliyyətlərini təhlil edir və yaxud da ki, onların nailiyyətlərini ölçür. Bundan danışacağım, ölçmək summativə aiddir. İzləyir, monitorinq edir, şagirdin qarşısına çıxan maneələri dəf edir, onun inkişafını izləyir və s. məqamlar, deməli, bunlar formativə aiddir. Formativ qiymətləndirmə vasitələri, deməli, hansılardır? Məsələn, biz istifadə edə bilərik orada müşahidə üsulundan, rubriklərdən, əks əlaqədən, rəy verməkdən və s. Sonra yadda saxlayırsınız ki, hər bir qiymətləndirmədə rəy vermək olur. Sadəcə formativ qiymətləndirmədə verilən rəy davam edici rəydir, yəni konstruktiv rəydir. Sonra diaqnostik qiymətləndirmə ilkin qiymətləndirmədir. Şagirdlərin maraq, tələbatı, güclü zəif tərəflərini ortaya çıxarmaya, həm də müəllimə öz fəaliyyət istiqamətini, bax xüsusilə bunu vurğulayıram, müəllimə öz fəaliyyət istiqamətini qurmağa kömək edir. Bax bu da diaqnostik qiymətləndirməyə aiddir. Summativ qiymətləndirmədə isə nailiyyətləri ölçür, yarımillərin sonunda aparılır, bölmələrin sonunda aparılır, şagird nailiyyətini ölçür, nailiyyətinin nə qədər olmasını müəyyən edir, yekun qiymətləndirmədir, yekun nəticəni ölçür, ölçmək sözü, nə qədər olduğunu müəyyənləşdirmək, kəmiyyət qiymətləndirməsidir, şagirdin sinifdən sinifə keçməsinə təsir göstərir. Bax bu məqamları da yadda saxlayırsınız müəllimlər, hər birinizə uğurlar.